faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalır. 1990-cı ildə yanvarın 19-dan 20-sinə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılır. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanının ən parlaq səhifələrindən biri kimi daxil olur. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 yanvar şəhidlərinə borcluyuz. Yanvar faciəsi ertəsi günü o vaxt Moskvada yaşayan ümumilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və komünist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanın qətiyyətlə pisləyən bəyanatla çıxış edir. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək oldu. 20 yanvar günü 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz bir şəkildə həbs edilib, yüzlərlə insan itkin düşüb. Həmin hadisələrdən bizi cəmi 36 illik qısa bir tarix ayırır. Bu qısa tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuşdur. Hər il İnsanlar kütləvi şəkildə şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir. İnsanlara zülm etdilər, küçələrdə sürüdülər, şəhri qana bürüdülər. 20 yanvar gecəsi necə vəhşi qansızdılar, evləri ağlar qoydular, günahsızlara qıydılar. 20 yanvar gecəsi qadın, körpə demədilər, yüzlərlə can öldürdülər, müsibətlər törətdilər. O qanlı yanvar gecəsi. Sinələr gülə-gülə, qan axır dönür gülə, qərənfillər ağlayır, düşmənlər gülə-gülə, ağla qərənfil ağla. Qərənfil şəhid qanı, ağla qərənfil ağla, ağla illət meydanı, ağla qərənfil ağla. Cavanlara qıydılar, tanklar ətdə qoydular, qanı içib doydular, ağla qərənfil ağla. Hər şəhitə bir düzüm, Abşeron qan dənizim, sən mənim ağlar gözüm, ağla qərənfil ağla. Qərənfillər qoşadır, ikisi baş-başadır, sizdən qalan günləri qərənfillər yaşadır, ağla qərənfil ağla. Şəhidlər xiyabanı, müqəddəs and yerimiz, mərmər daşlara hopub bayatımız, şiirimiz. Bu bədənsiz qolları, bu uçqun yolları, bu yiyəsiz qulları ağla qərənfilin ağla. Tarixi yaşadıq diləyimizdə, bir yumruğa döndük o gecə bizdə, yıxıb köləliyi ürəyimizdə, cəsarət mülkünü tikdi şəhidlər. Onlar susturulan haqqı dindirər, qaraca torpağı qiymətləndirər, donan vicdanları qeyrətləndirər, axı el qeyrəti çəkdi şəhidlər. Həyətdə candan şirin deyinə var. Şirin candan keçdi vətən üçün onlar. Əlbət yaşayacaq belə oğullar. Adını tarixə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Hər adını ucuz tutmayın. Öldülər sözünü dilə almayın. Onlar yaşayırlar, siz unutmayın. Adını tarixə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Qatil gülləsinə qurban gedərkən, gözünü sabaha dikdi şəhidlər. Üçsəncli bayrağı öz qanlarıyla vətən torpağına çəkdi şəhidlər. O şənbə gecəsi, o qətil günü, mümkünə döndərdi çox namümkünü. Xalqın ürəyindəki qorxu mülkünü o gecə dağıtdı, sökdü şəhidlər.